Quranda belə bir ayət var. Bax, Allahdan başqa ibadət edənlərə söyməyin. Belə bir ayə var. Var. Quranda belə bir şey də var. İnanmayanlara eşşək, heyvan, nəcis, donuz deyir. Sonuç deyil yəni, bu. Allah bizə, insanlara, digər insanları təhqir etməyə qadağan edir. Bəli. Niyə? Çünki insanlar hamısı bərabər varlıqlardır. Öz aləmlərində də, özləri qatında bərabər varlıqlardır. Amma Allah qatında bir varlıq çox üstün ola bilər, bir varlıq da çox aşağı ola bilər. Yəni, məsəl üçün deyək ki, insan üstün bir varlıqdırmı? Bəli, ən üstün varlıqdır. Bəli. Səni təqvimdə yaratdım deyir. Ən üstün şəkildə. Çünki ağıl, şuur, ruh. Amma heyvan nədir? Eşəklə insan eyni deyil də, yəni. Bəli, fərq var. Aşağı bir varlıqdır. Orada Allah öz yaratdığıdır deyə hər ikisi. Deyir ki, siz üstün yaratdığım varlıqlar, bu aşağı yaratdığım varlıqların sifətlərini daşıyırsınız deyir. Onların səviyyəsinə inirsiniz. Ağlını istifadə eləmirsən məsələn. Məsəl üçün, ağıllı bir insan ağlını düşünmürsə, sadəcə deyək, yeyib yatmaq, çoxalmaqdan deyək də, ibarət görürsə hər şey. Allah katında artıq onun səviyyəsindən aşağı düşür da. Niyə? Çünki onda ağıl yox idi, olduğu səviyyədə davam edirdi. Amma bunda böyük bir olan neməti istifadə eləmədə daha aşağı bir səviyyə düşdü. O onda onları ixtar edir. Xatırladır ki, yəni diqqətli olun, yəni onların səviyyəsinə düşürsünüz. Düşməyin, onların səviyyəsinə düşməyin. Siz mənim həqir yaratdığım varlıqlar deyilsiniz, yəni ali yaratdığım varlıqlarsınız. Ali mərtəbədə qalın, yəni aşağıya düşməyin. Bu bir xatırlatma, bu bir oyatmadır, ikazdır.